Dostlar, hər birinizi salamlayıram. Bugün sizlə ötən videoda danışdığımız ismin quruluşca növlərinin testlərini işləyəcəyik. Mən testlərə başlamamışdan öncə kiçik bir xatırlatma etmək istəyirəm ki, keçən videomuzda da xatırlayırsınızsa biz quruluşca növlərdən danışarkən qeyd elədik ki, isimlər sadə, düzəltmə və mürəkkəb quruluşda olurlar. Sadə simple, düzəltmə derivative və mürəkkəb compound olmaqla ingiliscəsində adlandırılır. Bu başlıqları orada da qeyd etmişdim ki, mütləq şəkildə ingiliscəsində bilmək lazımdır. Çünki indi testləri işləyəndə də görəcəksiniz ki, biz test başlıqlarında məhz sözləri, başlıqları ingilis dilində görəcəyik. Və mənim şagirdlərə bu mövzuda hər zaman tövsiyəm düzəltmə isimləri düzəldən şəkilçiləri tanımaqdır. Çünki gəlin belə düşünək, düzəltmə şəkilçiləri, isim düzəldən şəkilçiləri tanısaq, biz bu halda düzəltmə isimləri çox rahatlıqla müəyyən edə biləcəyik. Yerdə qalan sadə və mürəkkəb isimlər olur. Hansı ki, sadə isimlər tək bir kökdən ibarət olur, mürəkkəb isimlər isə iki və daha çox sözün birləşməsindən ibarət olur. Yəni, bir söz sadə isim, bir neçə söz mürəkkəb isim. Yəni, görüntü olaraq sadə ilə mürəkkəbi bir-birindən fərqləndirmək çox asandır. Düzəltməni də biz onsa şəkilçilərdən tanıyırıq. Ona görə artıq testlərdə bu sarıda bir problem yaşamayacaq. İndi gəlin buna testlər üzərində baxaq. Bir-bir mən sizə buradakı testlərin hər birini izah edəcəm. Və əlavə də sualınız olsa, rəy bölməsində suallarınızı bildirə bilərsiniz. Sual 1. Choose the compound nouns, yəni mürəkkəb isimləri biz seçməliyik bu testdə. Altından da işarə eləyək burada. Mürəkkəb isimləri seçin. Mürəkkəb isimləri seçirik. Bax, diqqət edirsə, birinci sualda ment isim düzəldən şəkilçidir, deməli bu düzəltmədir. Üçüncü bənddə daha doğrusu demonstration sözündə tion yenə isim düzəldən şəkilçidir, bunu da silirik. Və 6-cı sualda da friendship-də ship isim düzəldən şəkilçidir, bunu da silirik. 2-də cherry və tree, 4-də pen və name, 5-də də snow və man sözlərinin birləşməsi mürəkkəb ismi yaradıb. Doğru cavab oldu B variantı. Gəldik ikinci suala. Yenə choose the line of compound nouns, yəni mürəkkəb isimlərin sırasını seçirik. A variantında diqqət edirsə kingdom sözündə dom, yenə isim düzəldən şəkilçi olduğu üçün bu düzəltmədir. B variantı bizim düzgün cavabımızdır. Oil və field, butter və fly, head və egg sözlərinin birləşməsi ilə, iki sözün birləşməsi ilə mürəkkəb isim yaranıbdır. Daha sonra C variantında friendship sözündəki ship şəkilçidir. D variantında economy sözü ümumiyyətlə sadə isimdir. Burada nə şəkilçi, nə də ki, hansısa bir iki sözün birləşməsi yoxdur. Və E variantında da actor sözünün sonundakı or isim düzəldən şəkilçidir. Doğru cavabımız oldu B variantı. Sual 3. Choose the line of compound nouns. Yəni, yenə mürəkkəb isimləri axtarırıq. Bu dəfə A variantı bizim düzgün cavabımızdır. Rain və bow, rail və way, air və mail sözlərinin birləşməsi mürəkkəb ismi yaradıb. Digər variantlara baxaq. B variantında ship isim düzəldən şəkilçidir. C variantında developmentdə ment isim düzəldən şəkilçidir. D variantında brotherhood sözündə hood isim düzəldən şəkilçidir. Və E variantında həm agreement sözündəki ment, həm də servant sözündəki ant isim düzəldən şəkilçilərdir. Bu sözlər avtomatik olaraq düzəltmə ismi hesab olunduğu üçün doğru cavabımız A variantı olur. Sual 4. Choose a line of compound nouns. Yenə mürəkkəb isimlərin sırasını seçirik. A variantında agreementdəki ment isim düzəldən şəkilçidir. B-dəki developmentdəki ment yenə eyni qaydada. C variantında actress sözünün sonundakı ESS, bu da adətən qadın cinsin üçün sözlər düzəldən bir düzəltmə leksik şəkilçidir. Ona görə bu söz də düzəltmə isimdir. D variantı bizim düzgün cavabımızdır. Arm və chair, bath və room sözlərinin birləşməsi bizə D variantını doğru cavab kimi verir. Və E variantında da kindness sözünün sonundakı ness isim düzəldən şəkilçidir. Sual 5. Choose the line of yenə compound nouns. Yenə mürəkkəb isim axtarırıq. A variantında kingdom sözündəki dom isim düzəldən şəkilçidir. B variantında development sözündəki ment isim düzəldən şəkilçidir. C variantında happiness-dəki ness və E variantında da information sonundakı tion isim düzəldən şəkilçilərdir. D variantındakı book və shelf, polis və mən sözləri birləşərək mürəkkəb ismi yaradıb. Doğru cavabımız oldu D variantı. Sual 6. Choose a line of compound nouns. Yenə mürəkkəb isim axtarır.
A variantında kingdomda dom şəkilçidir. B variantı bizim düzgün cavabımızdır. Hair və brush, time və table, sales və man sözlərinin birləşməsi bizə mürəkkəb ismi veribdir. C variantında developmentdəki ment və həmçinin də burada picture sözü də sadədir, ümumiyyətlə üstündən xətt çəkirik. D variantında foundation sonundakı tion və E variantında da brotherhood sözündəki hood isim düzəldən şəkilçilər hesab olunur. Sual 7. Choose a line of compound nouns. Yenə bir mürəkkəb isim axtarırıq. Doğru cavabımız A variantıdır. Chair və man, toothbrush, pen, knife sözləri birləşərək bir mürəkkəb ismi yaradır. Doğru cavab elə burada A variantıdır. Digər variantlara yenə göz ataq. B variantında movementdəki ment və writer sözündəki ER məhz isim düzəldən şəkilçilərdir. C variantında freedomdakı dom isim düzəldən şəkilçidir. D variantında hostessdəki ESS bayaq 4-cü sualdakı bax burada actress sözündəki ESS ilə eyni şəkilçidir və hostess də yenə qadın olaraq nəzərdə tutulan bir sözdür və E variantında da waiter sözündəki ER və childhood sözündəki hood yenə isim düzəldən şəkilçilər hesab olunur. Sual 8. Yenə choose the line of compound nouns. Yenə mürəkkəb isim axtarırıq. A variantında matter sözü ümumiyyətlə sadə isimdir. Buradakı ER sizi çaşdırmasın, çünki heç bir sözə artırılmayıb. Yəni burada şəkilçi funksiyasında deyil, sadəcə sözün tərkibidir. B variantı bizim düzgün cavabımızdır. Yenə gördüyünüz kimi ink və pot, match və box, sales və man sözləri iki söz birləşib bir mürəkkəb ismi yaradıbdır. C variantında application sözündəki tion məhz yenə isim düzəldən şəkilçidir. Ona görə bu sözü biz düzəltmə isim kimi qəbul edirik. D variantında attendance sözünün sonundakı ans məhz isim düzəldən şəkilçilərdən biridir və E variantında da project sözü sadə isimdir. Ona görə də doğru cavab 8-ci sualda oldu, B variantı. Sual 9. Choose the line of compound nouns. Yenə mürəkkəb isim axtarırıq. A variantında freedomda dom isim düzəldən şəkilçidir. B variantında childhooddakı hood yenə isim düzəldən şəkilçidir. C variantında waitressin sonundakı ESS şəkilçidir. D variantında brotherhood sözündəki hoodu silirik və E variantı bizim düzgün cavabımızdır. Bath və house, work və room, sales və man sözləri birləşərək mürəkkəb isim yaradıbdır. Sual 10. Yenə choose the compound nouns mürəkkəb ismi seçirik. A variantında burada hood və ship şəkilçilərdir. B variantında ment şəkilçidir. D variantında da yenə ment şəkilçidir. C variantı adətən burada şagirdləri çaşdıran variantlardan biridir. Yəni şagirdlər burada həm Frenchman, həm də German sözlərini adətən mürəkkəb isim kimi götürürlər. Amma burada German sözü sadə sözdür. Ümumiyyətlə yadda saxlayın, German, Norman və Roman sözlərinin tərkibində yəni mən sözü əlavə deyil, belə deyək. Mən sözü bu sözlərin tərkib hissəsidir. Ki özünüz görüntüdən də diqqət eləsəz, məsələn, burada Frenchman sözündə mən sözü French sözünə iki söz var. Həm mən sözü var, həm French sözü var. Amma laf tutaq ki, biz burada mən sözünü ayırsaq belə, yerdə bir söz qalmır. Yəni ona görə biz bunu mürəkkəb isim kimi götürə bilmirik. Mürəkkəb isim iki sözün birləşməsidir. Amma German sözü gördüyünüz kimi iki sözün birləşməsi olmadığı üçün o sadə isim hesab olunur, ona görə yanlışdır. Və gəldik E variantında tooth və brush sözləri, space və ship sözləri birləşib mürəkkəb ismi yaradıb. Buradakı ship yenə sizi çaşdırmasın, çünki A variantında biz hardship-i ship şəkilçidir deyə silmişdik. Amma spaceship, battleship və bir də warship sözlərində ship sözü gəmi mənasında müstəqil bir söz hesab olunur və ona görə də bu sözlər mürəkkəb isim hesab olunur. Doğru cavab elə burada E variantı olur. 11-ci sualda yenə baxın, A variantında sportsman və Norman sözləri yan-yana verilib. Norman sözü də bayaq saydığım 3 sözdən biridir. German, Norman və Roman. Bu sözlər sadə isimlərdir. Burada mən sözü sizi çaşdırmasın. Ona görə bu variantı silirik. Amma məsələn, diqqət etsəz, sportsman sözündə bu mürəkkəb isimdir. Çünki sports və mən sözləri ayrı-ayrılıqda iki sözün birləşməsidir. B variantında tion şəkilçisi var. C variantında ment şəkilçisi var. Sonra D variantında da yenə diqqət edirsinizsə ship şəkilçisi var. Doğru cavab olur E variantı. Space və ship sözləri, hansı ki spaceship-i bayaq izah elədik və air və mail sözləri birləşib, iki sözün birləşməsi bizə mürəkkəb ismi verib. Gəldik 12-ci suala. Choose the compound nouns. Yenə mürəkkəb isimləri axtarırıq.
Diqqət edirsinizsə, birinci bənddə sand və castle sözləri iki sözün birləşməsidir. Elə bir doğru cavabımız 1-dir. Və dördüncü variantda da choose və paste sözləri yenə iki sözün birləşməsidir. İkinci variantda dom şəkilçisi var, diqqət edirsinizsə, və üçüncü variantda da ist şəkilçisi olduğu üçün bu variantları silirik. Doğru cavab 1-4, yəni B variantı eləyir. 13-cü sual. Choose the compound nouns. Yenə mürəkkəb isim axtarırıq. İkinci bənddə ship və building sözləri bizə mürəkkəb isim verir və üçüncü variantda da states və man sözləri bizə mürəkkəb ismi verir. Birinci variantda ant isim düzəldən şəkilçidir. Dördüncü variantda da nes yenə eyni şəkildə leksik şəkilçi olduğu üçün bu variantları silirik. 2-3 D variantı olur düzgün cavabımız. Daha sonra 14-cü sual. Burada yenə choose the compound nouns, yəni mürəkkəb isim axtarırıq. Birinci variantda hair və brush sözləri birləşib mürəkkəb ismi yaradıb. İkinci variantda da sand və storm sözləri birləşib mürəkkəb isim yaradıbdır. Və bir də dördüncü variantdakı worship sözü bayaq bizim 11-ci sualda məsələn danışmışdıq spaceship, worship və bir də battleship. Bu üç söz qeyd etmişdik. Keçən videomuzda da bu barədə danışmışdıq ki, bu sözlər mürəkkəb isimdir. Ona görə dördüncü variantı da doğru cavab kimi götürürük. Və elə doğru cavabımız 1-2-4, yəni E variantı olur. Gəldik 15-ci suala. Choose the compound nouns. Yenə mürəkkəb isim seçirik. Və ikinci variantda diqqət edirsə sweet və case sözləri var. Üçüncü variantda tea və pot sözləri var. Və beşinci variantda da rain və drop sözləri var ki, bunlar iki sözün birləşməsi olduğu üçün mürəkkəb isim hesab olunur. Doğru cavab 2-3-5, yəni C variantı olur. 16-cı sual. Choose the line of nouns. Bu dəfə isimlərin sırasını biz seçməliyik. Demək ki, hər variantda, yəni söhbət yanlış variantlardan gedir. İsim olmayan bir söz tapsaq, avtomatik olaraq variantı silə bilərik. Məsələn, A variantında qan silahdır, isimdir. Weak, amma zəif sifətdir. Ona görə biz bu variantı avtomatik olaraq sildik. Həmçinin girl sözü də qız isimdir. Amma bir söz artıq yanlış olduğu üçün variantı silməli olduq. B variantında strong, güclü, bu da sifət olduğu üçün bu variantı da silirik. Amma toy, oyuncaq və year, il sözləri isim olduğu üçün bunları silə bilmirik. C variantında head, baş isimdir. Fluent, axıcı, bu sifətdir. Stars, ulduzlar isimdir. D variantında game, oyun, dress, paltar, wood, taxta və həmçinin meşə mənası da var. Bunların hər üçü isim olduğu üçün elə doğru cavabımız D variantı olur. Və E variantında hot, isti, sifətdir. Bu variantı silirik. Town, şəhər və tea, çay sözləri isə isimdir. 17-ci suala baxırıq. Gəlin diqqət edək. Bu sualda elə doğru cavab A variantıdır. Yəni sözlər də gördüyünüz kimi bəsit sözlərdir. Father, mother və sister sözləri hər biri isimdir. B variantında clever sözü ağıllı sifət olduğu üçün yanlışdır. C variantında clear sözü açıq aydın, bu da sifətdir. D variantında calm və low sözləri hər ikisi calm sakit, low isə aşağı. Bunlar da sifətdir. Və E variantında da good sözü yaxşı mənasında sifət olduğu üçün yanlışdır. Doğru cavab oldu A variantı. 18-ci sual. Choose the line of nouns. Yenə isimlərin sırasını seçirik. A variantında salty sözü duzlu sifətdir. Sonra B variantında alike sözü oxşar, bənzər mənalarında sifətdir. C variantı bizim düzgün cavabımızdır. Fire, odd, box, qutu və fox isə tülkü mənalarında isimlərdir. D variantında black, qara sifətdir. Və E variantında wide, geniş, short isə qısa. Bunlar da hər ikisi sifətlər olduğuna görə bu variantı da silirik. Doğru cavab olur C variantı 18-ci sualda. 19-cu sual. Choose the compound nouns. Yenə mürəkkəb isimlərin sırasını seçəcəyik. İki və daha çox sözün birləşməsini axtarırıq. Birdə C və side sözləri var. Bu düzgün cavabdır. 2-də disagreement sözünün sonunda ment yenə şəkilçidir. 3-də brotherhood sözünün sonunda hood, o da şəkilçidir. 4-cü sualda school və mate sözləri iki sözün birləşməsi olduğu üçün mürəkkəbdir. 5-ci certificate sözündə də yenə iki sözün birləşməsi gördüyünüz kimi yoxdur. Doğru cavab elə A variantında 1-4 cavabı olur. 20-ci sual. Yenə choose the compound nouns, mürəkkəb isimlər. 1-də master və piece sözləri birləşib
Daha sonra 5-də thunder və storm sözləri birləşib, 6-da da water və melon sözləri birləşibdir. İkinci və üçüncü nümunələrdə isə ment şəkilçilərini görürsünüz sözlərin sonunda. İkinci katalog sözü isə sadə isimdir. Doğru cavabımız burada 1, 5, 6 D variantı olur. 21-ci sual. Choose the nouns. Yenə isimləri seçirik. Yenə söz ehtiyatı bizə lazımdır. Number rəqəmdir, məhz isimdir, bunu seçirik. Daha sonra 2-də never, heç vaxtı. Bu bir inkar zərfidir. Ona görə bunu seçməyəcəyik. 3-də other, başqa digər, bu əvəzlikdir. Bunu da seçmirik. 4-də neither, bu da əvəzlikdir, heç biri mənasında. 5-ci və 6-cı sözlərdəki leader və gardener sözlərində sözün sonuna iyar artırılıb gördüyünüz kimi. Bu da isim düzəldən şəkilçilər olduğu üçün 5 və 6-cı variantları məhz seçəcəyik. Doğru cavab olacaq bu sualda 1, 5, 6, yəni D variantı. 22-ci sualda choose the nouns, yenə isimlərin bizdən sırasını istəyir. 1-də friendly sözü səmimi, mehriban mənasında sifətdir. Buradakı ly bizi çaşdırmasın, zərf yox, friendly sözü sifət hesab olunur. Bunu irəli mövzularda öyrənəcəyik. 2-də fluent sözü axıcı mənasında, bu da sifətdir. Ona görə 1 və 2-ci variantlar yanlışdır. 3-də religion sözü din mənasında, luxury sözü isə dəbdəbə mənasında isimlərdir. Doğru cavab 3 və 4 olur və I variantı düzgün cavabımızdır. 23-cü sualda bizdən isim düzəldən suffix, yəni şəkilçiləri istəyir. Diqqət etsəz, öyrəndiyimiz şəkilçilər ship və hood şəkilçiləridir ki, elə buna görə doğru cavabımız C variantı olur. 24-cü suala baxırıq. Choose the line of nouns, yəni isimlərin sırasını seçin başlığıdır. A variantı ilə bizim düzgün cavabımızdır. Air, hava, moment, an, chair isə stul sözləri, hər biri isimdir. B variantında classic, elə klassik sifətdir. C variantında dangerous, təhlükəli sifətdir. D variantında expensive, bahalı, sore, çuş, bunlar da sifətlərdir. Və E variantında brave sözü, cəsur sifətlərdir. Bu variantlar yanlışdır. Doğru cavab A variantı oldu. 25-ci sualda da şərt yenə eynidir. A variantı yenə bizim düzgün cavabımızdır. Kamera, gift, hədiyyədir, fire, alov sözləri isimlərdir. A variantı düzgün cavabdır. B variantında long, uzun sifətdir. C variantında foggy, dumanlı sifətdir. D variantında delicious, dadlı sifətdir. Və E variantında clever, ağıllı sifətdir. Və ona görə bu variantları silirik. A variantı düzgün cavabımız olur. 26-cı sual. Choose the line of nouns, isimlərin sırasını seçəcəyik. A variantında wealthy sözü zəngin mənasında sifətdir, bu yanlışdır. B variantında globe, globusdur, habit, vərdişdir və nature, təbiətdir. Bunlar hər üçü isim olduğu üçün B variantı bizim düzgün cavabımızdır. C variantında scared, qorxmuş. D variantında amazing, əyləncəli. Və E variantında da historical, tarixi sözləri sifət olduğuna görə bu üç variantın hər birini silirik. Doğru cavabı onsuz da B variantında tapmışdır. 27-ci sual. Choose the compound nouns, mürəkkəb isimləri yenə seçəcəyik. Yenə 2 və daha çox sözün birləşməsini axtarırıq. 1-də tools və paste sözləri birləşib, bir düzgün cavabdır. 5-də space və ship sözləri birləşib, bu da düzgün cavabdır. 4-də də states və man sözləri birləşib, düzgün cavabdır. Doğru cavabımız 1, 4, 5, yəni E variantı olacaq. 28-ci sual. Choose the pair of compound nouns, mürəkkəb isimlərin cütünü axtarırıq. Yəni yenə 2 və daha çox sözü birləşən bir variant axtarırıq ki, burada doğru cavab C variantıdır. School və girl, white və board sözlərinin birləşməsidir. Məsələn, A variantında limonad sadədir, B variantında servant düzəltmədir, sonunda ant var. Daha sonra D variantında hood var gördüyünüz kimi. E variantında da nes var. Bunlar hamısı şəkilçilər olduğu üçün düzəltmə isimləri yaradır. E variantında da limonad sözünün üstündən xətt çəkir. O sadə idi. Digərləri isə düzəltmə isimləri idi. Sadəcə burada C variantındakı iki sözün birləşməsi olduğuna görə mürəkkəb isim hesab olunur. 29. Choose the nouns, yəni yenə isimləri seçəcəyik. 1. Smart, ağıllı sifətdir. 2. Simple, sadə sifətdir. 3. Matter, məsələ mənasındadır. Bu düzgündür, isimdir. 4-də tired, yorğun
sifətdir və 5-də worker işçi isimdir. Doğru cavab 3-5 A variantı olacaq. 30-cu sual yenə bayaq 23-cü sualdakı kimi isim düzəldən şəkilçiləri istəyir bizdən və bayaqdan bir neçə testin içərisində biz bu şəkilçiləri təkrar vurğulamışıq və burada I variantındakı ment və dom şəkilçiləri hər biri isim düzəldən şəkilçidir. 31. Choose the compound nouns, yəni mürəkkəb isimləri axtarırıq bir daha. 1. Fire və work sözləri birləşib mürəkkəb isim yaradır. 2-də fuel gördüyünüz kimi sadədir. Daha sonra biz baxacağıq burada. Gəlin baxaq, məsələn 4-cü suala. Housekeeper sözündə house bir söz, keeper 2 söz, yəni yenə mürəkkəb isim yarandı. Və eynisi də 6-cı sualda. Bir counter sözü, bir də part sözü, yenə 2 sözün birləşməsi və 1, 4, 6-cı variantlar gördüyünüz kimi 2 sözün birləşməsi olduğu üçün bunları mürəkkəb isim kimi seçirik. 32-ci sual. Choose the compound nouns. Bir daha mürəkkəb isimlər axtarırıq. 1. Frame və work. Gördüyünüz kimi 2 sözün birləşməsidir. 3. Nick və name. Yenə 2 sözün birləşməsi. Və bir də 6. Sweet və shirt sözlərinin birləşməsi yenə bizə mürəkkəb ismi verir. Doğru cavab 1, 3, 6 C variantı olur. 33-cü sual. Choose the derivative nouns. Bu dəfə biraz başlığımız dəyişdi. Nəhayət ki, artıq bu dəfə düzəltmə ismi axtaracağıq. Düzəltmə ismi biz bayaqdan əksinə digər variantlarda silirdik. Şəkilçiləri gördükcə silirdik. Bu testdə isə artıq o şəkilçiləri biz variant kimi seçəcəyik. Məsələn, bax, birinci nümunədə creation sözündə sözün forması create sözündən yaranıb. Sonunda tion və ya ion şəkilçiləri var. Bu şəkilçi bizim üçün düzgündür. Bu dəfə üstündən xətt çəkməyim seçmək üçündür. Daha sonra 3-cü variantda humidity sözünün sonunda da ITY şəkilçisi var və bu şəkilçi bizə lazımdır. Bu da isim düzəldən şəkilçidir. 5-ci nümunədə amusement sözünün sonunda da yenə ment var. Bu da bizə lazımdır. İsim düzəldən şəkilçi kimi və 1, 3, 5 bizim düzgün cavabımız oldu. 34-cü suala baxırıq. Choose the derivative nouns. Bu dəfə düzəltmə isimləri seçəcəyik. Düzəltmə isimləri üçün bizə isim düzəldən şəkilçilər lazımdır. Məsələn, birinci bəndəki agreementdəki ment isim düzəldən şəkilçidir. Deməli, birinci variantımız düzdür. Üçüncü variantda yenə sizin o tələffüzü ilə desək iti şəkilçisi, şagirdlərin sevimli şəkilçilərindən biridir. Bu da isim düzəldən şəkilçilərdən biridir və üçüncü variantımız da düzgündür və beşinci variantda da imagination sözündə tion şəkilçisində görürük. Bu da isim düzəldən şəkilçi olduğu üçün 1, 3, 5 testimizin doğru cavabıdır. 35-ci sualda choose the line of nouns. Ümumiyyətlə, bu da isim axtarırıq. Təbii ki, söz ehtiyatı burada köməyimizə çata bilər, amma yenə şəkilçilərdən istifadə edə bilərik. Şəkilçiləri, isim düzəldən şəkilçiləri tapsaq, həmin sözün mənasını hətta bilməsək belə isim olduğunu tapa bilərik. A variantında burada wise, ağıllı sifətdir, bu yanlış cavabdır. B variantında modest, səmimi, bu da sifətdir, bunu da silirik. Daha sonra C variantında həm alike, oxşar, bənzər, həm də recognizable, tanınan, bunlar sifətlərdir, bunu da sildik. Və D variantında da tremendous sözü, əla, möhtəşəm mənasında, bu da sifətdir. Doğru cavab E variantı olur. Examiner, imtahançı, pressure, təzyiq, expense isə xərc, xərac mənasında olan isimlərdir. Ona görə 35-ci sualın cavabı E variantı olur. 36-cı sualda yenidən qayıdırıq compound nouns, yəni mürəkkəb isim başlığına. Və burada da yenə A variantında diqqət edirsə actress sözünün sonunda ESS şəkilçidir, sildik. B variantında happiness-də ness şəkilçidir, bunu da sildik. C variantı bizim düzgün cavabımızdır. Butter və fly, rail və way, C və man, daha doğrusu sözlərinin birləşməsi mürəkkəb ismi yaradıb. D variantında ness, business sözünün sonunda ness şəkilçisi, bu da düzəltmə isimdir. Və E variantında da yenə conductor sözünün sonunda or isim düzəldən şəkilçidir. Doğru cavab oldu. 36-cı sualda C variantı. 37-ci sual yenə compound nouns, mürəkkəb isimlər axtarırıq. Elə A variantı bizim düzgün cavabımızdır. Road və side, sweet və case, day və dreaming sözlərinin birləşməsi bizə mürəkkəb ismi verir. B variantında kingdom sözündə dom şəkilçidir. C variantında ment, movement sözündə şəkilçidir. D variantında economy sözü ümumiyyətlə sadə isimdir. Və E variantında da friendship sözündəki ship şəkilçi olduğu üçün bu sözlər düzəltmə isim hesab olunur.
Sual 38. Yenə line of compound nouns, mürəkkəb isimlərin sırası. Yenə doğru cavabımız elə A variantıdır. C və side, school və girl. Oak tree sözündə də onsuz da 2 sözün olduğunu açıq-aydın görürük. B variantında happiness-dəki ness, C variantında German sadə isimdir. Ümumiyyətlə bu variantı da silirik, bundan bayaq danışdıq. D variantında freedom-dakı dom şəkilçidir və E variantında da childhood-dakı hood şəkilçidir. Sual 39. Line of compound nouns, yenə mürəkkəb isimlərin sırası. A variantında friendship-dəki ship şəkilçidir. B variantında harbor, liman sözü sadə isimdir. Burada yəni nə şəkilçi var, nə iki sözün birləşməsi kimi belə bir durumlar yoxdur. C variantında agreement sözündəki meant şəkilçidir. D variantı bizim düzgün cavabımızdır. Home və work, moon və light, sun və set sözləri birləşib mürəkkəb isim yaradıb. Və E variantında da information sözündə tion isim düzəldən şəkilçi olduğu üçün bu söz düzəltmədir. Doğru cavab D variantı oldu. Sual 40. Choose the line of yenə compound nouns, yenə mürəkkəb isim axtaracağıq. A variantında development sözündə meant şəkilçidir. Independence sözündə ens şəkilçidir. C variantı bizim düzgün cavabımızdır. Gördüyünüz kimi seaport, newspaper, railway sözləri iki sözün birləşməsidir. Bu düzgün cavabımız oldu. D variantında brotherhood sözündə hood yenə şəkilçi olduğu üçün silirik. Və E variantında da leadership sözündə ship şəkilçi olduğu üçün silirik. Sual 41. Choose the nouns, isimlərin sırasını axtaracağıq bu dəfə. Yenə burada 5-ci məsələn varianta baxsaqsa ən tanış olan şəkilçilərin nümunəsini göstərirəm. Məsələn, evolution sözündə tion şəkilçisi var deyə biz onu düzgün cavab kimi götürəcəyik. Bu isimdir. Daha sonra martyr sözü 6-cı bənddə şəhid mənasında o da isimdir və birinci sualda da capacity sözü də tutum mənasında isimdir. Doğru cavabımız 1, 5, 6 D variantı oldu. İkinci variantdakı especially sözü xüsusilə zərfdir. Üçüncü variantda exhausted sözü yorğun, tükənmiş mənasında sifətdir. Və dördüncü variantdakı thankful sözü də minnətdar mənasında sifətdir. 42-ci suala baxırıq. Choose the line of compound nouns, yenə mürəkkəb isimlər, yəni iki sözün birləşməsini axtaracağıq. A variantında correspondent da end şəkilçidir. Destination da yenə gördüyünüz kimi tion şəkilçisi var. C variantı bizim düzgün variantımızdır. Flash və light, ground və water, hand və writing sözlərinin birləşməsi ilə bütün sözlər mürəkkəbdir. D variantında development da meant, explanation da tion şəkilçilərdir və E variantında da examination da tion şəkilçisi var ki, bu söz düzəltmədir. Doğru cavabımız oldu C variantı. Daha sonra 43-cü sual, choose the compound nouns, yenə mürəkkəb isim axtarırıq. 1-də head və egg sözləri birləşib mürəkkəbdir. 3-də pay və day sözləri birləşib mürəkkəbdir və 6-da da rain və drop sözləri birləşib mürəkkəb isim yaradıbdır. Diqqət edirsinizsə ESS 2-də, tion 4-də və ian şəkilçisi də 5-ci variantda isim düzəldən şəkilçilərdir. Bu sözlər düzəltmədir. Doğru cavab 1, 3, 6 C variantı. 44-cü suala baxırıq. Burada 44-cü sualda biz ship şəkilçisi ilə düzələn isimlər axtarırıq. Biz bununla bağlı ötən videomuzda da danışmışdıq və burada bu videonun əvvəlində də buna toxunduq, bu ship məsələsinə. Burada düzələn sözlər leadership sözü olacaq, championship sözü olacaq 3-cü variantda və 6-cı variantdakı friendship sözlər olacaq. 2-də child sözü ilə biz childhood şəkilçisini artırırıq. 4-də kingdom olur və 5-də də freedom formasında sözlər düzəlir. Yəni, bunlar başqa şəkilçilərlə düzələn sözlərdir. Və burada doğru cavab 1, 3, 6 B variantı olur. Növbəti 45-ci sual, choose the nouns, yenə isimləri seçəcəyik. Burada remedy sözü çarə mənasındadır. Yəni, bu sırf mənasını bilməli olduğumuz bir sözdür. Burada hər hansısa bir qrammatik faktor yoxdur. Çarə isimdir. Və 3-cü variantda permission icazədir. Mənasından da əlavə gördüyünüz kimi sonunda ion şəkilçisi var. Bu da isim olduğunu göstərir. 2-3 bizim düzgün cavabımızdır. 1-dəki reliable, etibarlı, 4-dəki smooth da hamar mənasında bunlar sifətlərdir. 46-cı suala baxırıq. Choose the nouns, yenə isimlərin sırasını
istəyir bizdən, daha doğrusu isimləri istəyir. Birinci variantdakı interesting sözü maraqlı sifətdir. 2-dəki beginning başlanğıc mənasında isimdir. Bu düzgün cavabımızdır. 3-dəki boring bu da sifətli, sıxıcı. 4-dəki building bina mənasındadır və 5-dəki surprising əyləncəli, maraqlı mənasında bu sifətdir. Doğru cavab 2-4 C variantı olur. Gəldik 47-yə. 47-ci sualda hansı şəkilçini tour sözünə bir növ əlavə edə bilərik? Sualın şərti belədir. Əslində bu söz bizim dildə də var. Yəni tour sözünə biz turizm sözünü və turist sözünü düzəldə bilirik. Elə məhz 47-ci sualdakı şəkilçilər də 4-dəki izm və 5-dəki ist şəkilçiləridir ki, turizm və turist sözləri yaranmış. 48-ə baxırıq. Bu da eyni 47-ci sualdakı kimidir. Yəni real sözünə hansı şəkilçiləri artırmaq olar? Və yenə elə dilimizdəki realizm sözü və reality sözləri 3-cü və 4-cü şəkilçilər real sözünə artırılır və bu şəkilçilərdən isimlər reality və realizm isimləri düzəlmiş olur. Doğru cavab E variantıdır. Daha sonra 49-cu suala baxırıq. Burada da burada artıq biraz fərqli forma veriblər. Yəni burada iki söz veriblər. Leader və friend sözləri ki, bu iki sözə ortaq hansı şəkilçini artırmaq olar? Bu da bizim bayaqdan videoda əslində bir neçə dəfə bu barədə danışmışıq. Şəkilçimiz ship şəkilçisidir. Hansı ki, leadership və friendship sözləri düzəltmə isimlərdir. Eyni şərt 50-ci sualda da var. Conduct və sail sözlərinə hansı şəkilçini artırmaq olar? Burada da or şəkilçisi həm conductor, həm də sailor sözlərini yaratmış olur. Daha sonra 51-ci sualda da enjoy və develop sözlərinə hansı şəkilçini artırmaq olar? Dostlar, diqqət edirsinizsə, burada 48-dən, daha doğrusu 49, 50, 51-ci suallarda verilən sözlər bizim bayaqdan işlədiyimiz testlərdə qarşımıza çıxan sözlərdir. Yəni yeni sözlər deyil. Məsələn, 51-ci sualda da enjoyment və development sözünü biz bayaqdan fərqli testlərin içərisində görmüşük. Doğru şəkilçimiz burada da 51-ci sualda A variantı olur. 52-ci sualda şərt yenə eynidir. Move və agree sözlərinə hansı şəkilçini artırmaq olar? Burada da doğru cavab ment şəkilçisi olacaq. Movement, hərəkət və agreement, razılıq mənasında yaranmış isimlərdir. Sual 53. Bu dəfə də serve və assist sözlərinə hansı şəkilçini artırmaq olar? Burada da doğru cavabımız servant və assistant. Servant xidmətçi, assistant isə köməkçi, şəxs yaradan şəkilçisidir bir növ. Doğru cavab E variantıdır. 54-cü suala baxırıq. Choose a line of nouns, yenə isimlərin sırasını seçəcəyik. A variantında attractive, cəlbedici sifətdir, bunu silirik. B variantında plump, kökdür. Bu bədən ölçüləri mənasında belə deyək, köklüyü nəzərdə tutur, yəni ona görə sifətdir. C variantında active, aktiv, fəal sifətdir və D variantında da həm careless, diqqətsiz, həm polite, nəzakətli, hər ikisi sifətdir. Bu variantlar yanlışdır. E variantında dependence, asılılıq, legacy isə miras var dövlət mənasında, isimdir hər ikisi və E variantı bizim düzgün cavabımızdır. 55-ci suala baxırıq. Choose the line of nouns, yəni isimlərin sırasını seçəcəyik. A variantı ilə bizim düzgün cavabımızdır burada. Lecture, mühazirətçi və disorderdə dağınıqlıq, qarışıqlıq mənasındadır. Hər ikisi isimdir. A variantı düzgün cavabımızdır. B variantında obstacle, mania isimdir, amma creole sözü qəddar sifət olduğu üçün silirik. C variantında tiny sözü kiçik mənasında sifətdir. Temper isimidir, xasiyyət mənasında. Və D variantında da winner, qalib isim olsa da highly, yüksək səviyyədə zərfdir. Və E variantında benefit sözü fayda mənasında isimdir, amma taller sözü daha uzun tərcüməsi ilə sifətdir. Doğru cavab oldu 55-ci sualda E variantı. Gəldik 56-cı suala. 56-cı sual şagirdləri testlərdə həmişə ən çaşdıran sözlərdən biridir. Çünki strong və long sözlərinə biz burada ortaq bir şəkilçi əlavə etməliyik. Bu testdə dostlar, testin doğru cavabı B variantıdır. Yəni TH belə deyək də şəkilçisidir. Amma bu şəkilçi bu sözlərə artırıldıqda bu sözlərin kök hissəsində müəyyən bir
kiçik bir dəyişiklik baş verir. Nədir o dəyişiklik? Diqqət edirsinizsə, həm strong, həm də long sözlərində ortadakı sait o saitidir. Amma tez şəkilçisini bu sözlərə artırdıqdan sonra həmin o hərfi i hərfinə çevrilir və sözlər strength və length şəklində formalaşır. Bunu nəzərinizdə saxlayın ki, tez şəkilçisini ora artırmaq sizə biraz belə deyək də qəribə gəlməsin sonrakı situasiyalarda. 57-ci sualda yenə isimlərin sırasını istəyir bizdən. Burada A variantında unique, unikal, pregnant isə hamilə, bunlar sifətlərdir. Religion sözü isə din isimdir. B variantında musical, musiqili sifətdir. Region və attempt cəhd deməkdir. Bunlar isimlərdir. C variantında mosque, məscid isimdir, amma holy sözü müqəddəs, obvious sözü isə açıq aydın mənasında bunlar sifətlərdir. D variantında da patriotic sözü vətənpərvər sifətdir, amma spectator sözü və proof sözləri isə spectator izləyici, proof sübut bunlar isimlərdir. Doğru cavab burada E variantı olur. Emergency fövqəladə haldır, yəni isim kimi. Aircraft hava gəmisidir, təyyarə kimi də düşünə bilərsiniz. Identity də kimlik mənasında. Doğru cavab 57-ci sualda E variantı olur. 58-ci suala baxırıq, yenə isimləri axtarırıq. A variantında Queen, kraliça bu isimdir, amma talkative danışqan və eternal əbədi, daimi mənalarında bunlar sifətlərdir. B variantında kingdom krallıq isimdir, decision qərar isimdir və temperature sözü də temperatur isimdir. Bunların üçü də isim olduğu üçün B variantı bizim düzgün cavabımızdır. C variantında yanlış söz free sözüdür, sifətdir, free boş. Government hökumət, place yer mənalarında bunlar isimlərdir. D variantında yanlış sözümüz honest, vicdanlı, dürüst mənasında sifətdir, lakin region və advice məsləhətdir, sözləri isimlərdir. Və sonuncu E variantında da angry sözü əsəbi mənasında bu sifətdir, mutual sözü də ortaq mənasında bu da sifətdir. Variety sözü isə müxtəliflik mənasında, müxtəliflik mənasında isimdir. Sonundakı şəkilçində görürsünüz onsuz da. Amma yəni bizə bir isim bəs etmir. Doğru cavabımız B variantıdır. 59-cu suala baxırıq. Burada da yenə isimlərin sırasını seçəcəyik. A variantında incurable, sağalmaz bu sifətdir. Industry, sənaye, culture, mədəniyyət bu sözlər əlbəttə ki isimlər idi, amma bir yanlış variantımız var. B variantında yanlış sözümüz fabulous sözüdür. Sifətdir fabulous sözü, möhtəşəm, əla mənasında. Lakin emergency, fövqəladə hal, fielddə, tarla, boş yer mənasında bunlar isimlər idi. C variantında apart, ayrı sifətdir, near, yaxın, o da sifətdir. Glamorous isə cazibədar mənasında, o da sifətdir. Biz isimləri axtarırıq, hər üç söz burada yanlışdır. Daha sonra D variantında courtesy sözü nəzakət mənasındadır. Bu isimdir. Prediction, təxmin, bu da isimdir. Danger, təhlükə, o da isimdir və D variantı bizim düzgün cavabımızdır. E variantında disorder bayaq qeyd etmişdik, yenə dağınıqlıq, qarışıqlıq mənasında isimdir, amma pictures sözü belə deyək də mənzərəli mənasında sifətdir, bu yanlış cavabdır və nomadic sözü də köçəri mənasındadır, o da sifət olduğu üçün silirik. Doğru cavab D variantı seçmişdik onsuz da. Gəldik 60-a, burada choose the derivative nouns, yəni düzəltmə isimləri axtaracağıq. Diqqət edirsək, ikinci sözdə innovation sözünün sonunda tion şəkilçisi var, deməli ikinci variantımız düzəltmədir. Və üçüncü variantda da locker sözünün sonunda ER var, bu da isim düzəldən şəkilçidir. Bu da düzgün cavabdır. Və beşinci variantda da discovery sözünün sonunda normalda sözün özü discoverdir, fail formasında, discovery isə onun isim formasıdır, discover kəşf etməkdir, discovery isə kəşf mənasındadır. Doğru cavab 2, 3, 5 olaraq B variantı olur. Gəldik 61-ci suala. Choose the line of derivative nouns, düzəltmə isimləri axtarırıq, yenə şəkilçilərlə axtaracağıq. A variantında frame sözü gördüyünüz kimi sadədir. B variantında piece sözü sadədir. Daha sonra D variantında canal sözü sadədir və E variantında da fold sözü sadə olduğu üçün bu variantları silirik.
C variantında anxiety sözündə ty, follower sözündə er, inhabitant sözündə sonunda ant şəkilçiləri isim düzəldən şəkilçilərdir. 62-ci suala baxırıq. Şərtdə choose the derivative nouns, yenə düzəltmə isimləri axtarırıq. Burada 3-cü variantda görürsünüz kindness-dən ness var, deməli bu düzgün cavabımızdır. Sincerity sözündə sonunda ity, yenə o bayaqki iti şəkilçimiz. Bu da isim düzəldən şəkilçilərdən biridir. Və bir də 4-cü varianta diqqət eləsək, burada da manage idarə eləməkdir. Manager er şəkilçisi, feildən isim düzəldən bir şəkilçidir. Və 4-cü variantda bizim yenə düzəltmə ismimizdir 3, 4, 5, yəni D variantı doğru cavabdır. 1-də budget büdcə, 2-də desire arzulamaq, budget isimdir, desire sözü isə feil kimi işlənir adətən, speed sözü isə sürət mənasında məhz isim kimi işlənir. 63-cü suala baxırıq, yenə şərtdə choose the derivative nouns, düzəltmə isimləri axtarırıq. 2-də defender'ın sonunda er şəkilçisi var, isim düzəldib. Eynisi 3-də lead, üstəgəl er şəkilçisi, yenə leader isim düzəldib. 5-də də yenə eyni şəkildə employer sözünün sonunda er şəkilçisi var, bu da düzəltmə isimdir. Və sonuncu 6-cı sözdə də brave cəsurdur. Bravery sözü isə cəsarət anlamında isimdir, bu da düzgün cavabımızdır. Doğru cavab 2, 3, 5 və 6 variantı olur, yəni B variantı olur doğru cavabımız. Daha sonra 64-cü sualda bizdən düzəltmə isimləri istəyir. Burada 1-dəki wonder və 2-dəki matter sözləri sadə isimlərdir. Çünki buradakı er şəkilçiləri hər hansısa bir sözə artırılmıyor, bu sözün tərkibidir. Amma məsələn 3-dəki builder sözünə diqqət eləsəz, görəcəksiniz ki, er şəkilçisi məhz build feilinə əlavə olunub və həmçində 4-dəki buyer sözü də buy feilinə er şəkilçisi əlavə etməklə düzəlib. Ona görə 3-cü və 4-cü variantlar düzəltmə isimdir, şərtdə bizdən derivative nouns istəyirdi. Digər 1, 2, 5-dəki həmçinin 5-ci danger sözü də gördüyünüz kimi orada er sözü artırılma deyil, sözün özündədir. 3, 4, I variantı bizim düzgün cavabımızdır. 65-ci sualda yenə bizdən düzəltmə isimlərinin sırasını istəyir. Gəlin bu testdə aşağıdan yuxarıya doğru baxaq. I variantında newspaper sözü gördüyünüz kimi iki sözün birləşməsidir, bu mürəkkəb isimdir. D variantında flora sözü sadədir, yəni burada hansısa bir iki söz və yaxud da şəkilçi yoxdur. Daha sonra C variantında raindrop sözü gördüyünüz kimi iki sözün birləşməsidir, bunu mürəkkəb isim olduğuna görə silirik. Və B variantında da load sözü gördüyünüz kimi sadədir. Biz düzəltmə isimləri axtarırıq. Düzəltmə isimləri şəkilçilərlə olur. A variantında surroundingdə ing var. Businessdə ness var və realistdə də ist var sözün sonunda. Doğru cavab elə A variantı olur. Gəldik 66-cı suala. Burada birinci variantda sözün sonunda yenə ens isim düzəldən şəkilçi var. Burada sözün özü patient'dır. Sifət versiyası, patience onun isim versiyasıdır, səbir. Daha sonra 2-də proof sözü sadədir. 3-dəki bunch sözü də sadədir. 4-dəki launch sözü də sadədir. Və 5-dəki actor sözündə yenə sözün sonunda ess var. Gördüyünüz kimi birinci sözdəki ens şəkilçisi ilə 5-ci sözdəki ess şəkilçisi isim düzəldən şəkilçilərdir və doğru cavab C variantıdır. 67 yenə bizdən derivative nouns, yəni düzəltmə isimlər istəyir. Birinci sualda dom isim düzəldir, isim düzəldir. Ona görə elə birinci sual, birinci variant daha doğrusu düzgün cavabdır. İkinci variantda water və way sözləri birləşib mürəkkəb isim yaradıb. Ona görə bu variant ümumiyyətlə yanlışdır. Üçüncü sualda yenə bax, birinci safety sözündə ty, responsibility sözündə də ity şəkilçiləri var. Bu şəkilçilər isim düzəldən şəkilçi olduğuna görə üçüncü variantımız da düzgündür. Dördüncü variantda population sözündə tion şəkilçisi var sözün sonunda. Amma landfill sözü gördüyünüz kimi land və fill iki sözün birləşməsi olduğuna görə bu mürəkkəb isim hesabı olunur. Ona görə 67-ci sualda doğru cavabımız A variantı, yəni 1-3 variantı olur. 68-ci suala baxırıq. Choose the pair of derivative nouns. Düzəltmə isimlər cütünü seçəcəyik burada. Birinci variantda peace sözü sülh mənasında bu sadə isimdir. Yəni burada hansısa bir leksik şəkilçi yoxdur. Həmçinin elə ancestor sözü də
sözün köküdür. Bu da sadə isimdir. Bu variantı silirik. 2-dəki quality sözünün sonundakı o it hissəciyi, ITY hissəciyi sizi çaşdırmasın. O sözün kökündədir. Yəni şəkilçi kimi artırılma deyil ki, onu şəkilçi kimi düşünüb kənara qoysaq da özünüz görəcəksiniz ki, ortada bir söz qalmır ki, biz onu həmin sözü artırmış kimi olaq. Və həmçinin elə wave sözü də sadə isimdir. Bunların ikisini də sildik. Üçüncü sözdə existence sözündə ens var, difference sözündə də ens var. Bunlar isim düzəldən şəkilçidir, 3 düzgün cavabdır. Və 4-də də poverty sözündə ty, loyalty sözündə də ty şəkilçiləri var. Bunlar da isim düzəldən şəkilçilərdir. Ona görə 4-cü variant da düzgündür və cavab burada D variantı olur. Daha sonra keçirik növbəti 69-cu suala baxırıq. Choose the derivative nouns, düzəltmə isimləri seçin başlığıdır. Burada diqqət edirsə dostlar, 2-ci və 3-cü variantlara baxmağınızı istəyəcəm. Bir neçə test öncə biz bu barədə danışdıq sizlə və orada long və strong sözlərinə biz ortaq şəkilçi axtarırdıq və cavab olaraq th şəkilçisini seçmişdik və mən bildirdim ki, th bu sözləri artıranda kökdə o hərfi i hərfi ilə əvəzlənir. Bax, burada verilən variant həmin sözlərin artıq o dəyişmiş forması, yəni düzəltmə formasıdır. Diqqət edirsə, length sözü, bu long sözünün th artırılmış versiyasıdır. Strength sözü də strong sözünün th artırılmış versiyasıdır. Doğru cavabımızın biri 2-dir, biri 3-dür. Biz düzəltmə isimləri axtarırıq. Və bir cavabımız da burada 5-dir. Buradakı death sözü də yenə sona th əlavə etməklə düzəlib. Sözün özü o dead, ölü sözündən th şəkilçisi artırmışıq, ölüm sözü yaranıb və 5-ci variantda bizim düzgün cavabımızdır. 2-3-5, yəni B variantı doğru cavabımızdır. 70-ci suala baxırıq. Choose the derivative nouns, yenə düzəltmə isimləri axtaracağıq. Burada birinci söz, adətən bu da şagirdləri çaşdıran sözlərdən biridir. Student sözünün sonunda end var. Əslində bunu görüb tapmanız lazımdır. Sadəcə şagirdlər yerdə qalan nümunəni söz kimi görmürlər deyə o end şəkilçisini artırma kimi düşünmürlər və student sözünü sadə isim kimi düşünürlər. Amma student sözü study sözündən, yəni study feilindən düzəlib. Study öyrənməkdir, student öyrənəndir bir növ belə deyək. Və bu düzəltmə isimdir, bir düzgün cavabımızdır. Improvementdə ment var, bu da düzgün cavabımızdır. Məsələn, accident sözünün sonundakı end artıq şəkilçi deyil, bu sözün köküdür. Event da eyni qaydada sözün köküdür. Daydreaming sözü isə diqqət edirsə iki sözün birləşməsidir. O artıq mürəkkəb isim hesab olunur. Doğru cavabımız burada 1 və 2 variantı, yəni C variantı olur. Gəldik 71-ci suala. Choose the line of, yəni derivative nouns, yəni düzəltmə isimləri axtarırıq. A variantında baxın, thunder və storm sözləri, iki sözün birləşməsi mürəkkəbdir, yanlış variantdır. B variantında, məsələn, burada waste sözü, luxury sözü diqqət edirsinizsə, sadə isimlərdir, yəni biz düzəltmə isimləri axtarırıq, şəkilçi axtarırıq, yoxdur. C variantında spaceship sözü, bu da irəli testlərdə xatırlayırsınızsa danışdıq bu barədə, mürəkkəb isimdir, burada ship şəkilçi deyil, söz mənasındadır. Daha sonra D variantında stamp sözü, diqqət edirsə bu da sadə isimdir. Və gəlirik E variantına, burada package-də H şəkilçisi var, location-da ion şəkilçisi var və lightning-də də ing şəkilçisi var, isim düzəldən şəkilçi kimi. Ona görə E variantındakı bütün sözlər düzəltmə isim hesab olunur. 72. Choose the derivative nouns, yenə düzəltmə isimləri axtarırıq. Birinci variantda ans və would şəkilçiləri var deyə bu doğru cavabımızdır. İkinci variantda crop sözü sadədir, silirik. Doktor sözü də sadədir, bunu da silirik. Üçüncü variantda intelligence sözünün sonunda gördüyünüz kimi ens var, bu isim düzəldən şəkilçidir və rejection'da da yenə ion, tion sonluğu var. Bu da düzgün cavabımızdır 1 və 3. Və gəldik 4-cü varianta. Burada loneliness, yenə ness var, isim düzəldən şəkilçidir. Actress-də də ess, yenə isim düzəldən şəkilçidir. 4 də bizim düzgün cavabımızdır. Və 5-ci nümunənin birinci sözündə, yəni happiness sözündə ness isim düzəldən şəkilçidir, bəli. Amma effort sadə isim olduğuna görə bunu seçə bilmirik. Doğru cavab 1, 3, 4 C variantı olur. 73-cü suala baxırıq. Choose the pair of derivative nouns, yenə düzəltmə isimlərin cütünü seçəcəyik. A variantında diqqət edirsə bus və room sözləri birləşib, bu mürəkkəb isimdir, iki sözün birləşməsi sildik. B variantında yenə oil və field sözləri iki söz birləşdiyinə görə mürəkkəb isim yaradıb.
C variantında under və ground sözləri birləşib, yenə 2 söz yaradıb. D variantında neck və lace sözləri birləşib, yenə 2 söz yaradıb. Bunlar mürəkkəb isimlərdir. E variantında feel üstəgəl ing və architect sözündən də architecture sözü yaranıb. Bunlar düzəltmə isimlərdir. Doğru cavab 73-cü sualda da E variantı oldu. Və sonuncu 74-cü sualda da choose the derivative nouns, düzəltmə isimləri seçməliyik. Düzəltmə isimlər, məsələn, birinci variantdakı mess sözü sadədir, burada heç bir şəkilçi yoxdur. 2-dəki drawer sözündə draw üstəgəl ER şəkilçisi ilə düzəlib deyə 2 bizim düzgün variantımızdır. 4-də də compose üstəgəl ER yenə düzəltmə isim düzəldib, amma məsələn 3-cü variantdakı host sadə isimdir. 5-dəki courage sözü də sadə isimdir. 6-dakı perform sözünə ans şəkilçisi əlavə olunub, performans düzəltmə isim olub və doğru cavab 2, 4, 6. Yəni D variantı hesab olunur. Dostlar, testin ən əvvəlində də sizə məsləhət gördüyüm kimi ki, diqqət edirsə, mən bütün testləri demək olar ki, düzəltmə isimləri ələməklə seçdim və düzəltmə isimləri də seçin deyəndə şəkilçiləri axtarmaqla tamamlamış oldum. Yəni, siz ismin quruluş növlərini öyrənərkən ilk olaraq mütləq şəkildə isim düzəldən şəkilçiləri öyrənin, yaxşıca öyrənin. Hətta onun qayda kitablarında, nümunələrdə qarşısında sözlər, nümunələr verilir. Həmin nümunələrə, sözlərə də baxın ki, o şəkilçilərin sözləri necə düzəltdiyi ilə bağlı sizə bir fikir formalaşsın. Ondan sonra əmin olun ki, bu testləri işləyərkən sizin işiniz 2 qat, 3 qat daha asan olacaq. Və əlbəttə ki də söz öyrənməkdən yayınmayın, çünki söz öyrənmək istənilən mövzuda sizin üçün daha əlverişli vəziyyət yaradır. Nam mövzusunda da özünüz də gördünüz, əksər testlərdə ona da başvurmalı olduq. Çünki elə testlər var ki, orada ismini seçin deyir. Heç bir şəkilçi yoxdur, heç bir iki sözün birləşməsi yoxdur. Sadəcə mənaya görə sözlər verilib və biz mənasını bilmək şərti ilə o testin cavabını tapa bilərik. Ona görə hər zaman birinci öncəliyiniz leksikanızı gücləndirmək, sonra da qrammatikanı öyrənib, İkisini bir arada testlərdə tətbiq eləmək olsun. Bu halda əmin olun ki, testlərinizi daha keyfiyyətli şəkildə işləyə biləcəksiniz. Uğurlar arzulayıram hər birinizə. Növbəti videolarda görüşərik.